Diqqət, diqqət! Günün trendi efirdədir. Axşamınız xeyir olsun. Ölkədə və dünyada nələr trenddədir? Günün trendində xəbəriniz olacaq. Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il şəhərsalma və memarlıq ili ilə bağlı Instagram hesabında paylaşım edib. Bugün Rusiyanın Sankt-Peterburg şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Görüşdən əvvəl tədbirdə iştirak edən MDB liderləri üçün Ermitaj muzeyində qısa ekskursiya təşkil edilib. Ekskursiyanı Rusiya Prezidenti Vladimir Putin və Ermitajın direktoru Mikhail Piotrovski keçiriblər. Bugün səhər saatlarında Moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb. Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi açıqlayıb. Onun sözlərinə görə küçədə qeydə alınan hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin baş qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant həlak olub. Azərsi Təhsilat Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyev Energetika Nazirliyinin Söndür və Qazan kampaniyasına qoşulub. İsitmədə səmərəlilik enerji təhlükəsizliyinin əsas şərtlərindəndir. Bu isə çox da çətin deyil. Sadəcə olaraq qapı və pəncərə boşluqlarını bağlayın, temperaturu tənzimləyin, istilik cihazlarını boş yerə yandırmayın. Azərsi Təhsilat komandası olaraq Energetika Nazirliyinin enerji səmərəlilik çağırışına biz də qoşuluruq. İtkiləri azaldaq, daha çox enerjiyə qənaət edək. Təhlükə var. Sosial şəbəkə profillərini izləmək kimi saxta paylaşımlara inanmayın. Hər hansısa bir şəxsin sosial şəbəkə hesabına daxil olmaq istəyirsiniz, kiminsə səhifəsini izləmək, yaxud müasir proqramlar vasitəsilə arzuladığınız şəxsin mobil telefonuna giriş əldə etmək, kimlə yazışdığını və ya danışdığını öyrənmək niyyətiniz var, elə isə bizə müraciət edin. Və s. və ilaxır. Əziz vətəndaşlar, internet segmentində, xüsusilə də sosial şəbəkələrdə bu cür saxta reklamlar və şirinləndirici təkliflər sizin də qarşınıza çıxa bilər. Birmənalı şəkildə inanmayın, yalandır. Ödəniş qarşılığında bu cür saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi birdir. Sizi öz çirkin oyununa qurban etmək, şəxsi və bank kartı məlumatlarınızı ələ keçirmək, son nəticədə isə pul vəsaitinizi talamaq. Ona görə də təhlükəsizlik qaydalarına riayət edin. Heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməyin. Şübhəli halla qarşılaşdıqda isə dərhal polisə müraciət edərək özünüzü təhlükələrdən qoruyun. Yağış yağandan sonra Memaracəm metro stansiyasının qarşısında göl əmələ gəlir. Buna görə də həm sürücülər, həm də piyadalar əziyyət çəkir. Qaynar xəttimizə göndərilən videonu izləyək. Yəni, çox bərbad bir vəziyyət. Şəhərin mərkəzində Əcəm metrosunun çıxışı, valla bu yaşayış deyil. Bilirsiniz, bu dəqiqə bu gölün altında neçə metr, bəlkə də 1 metr dərinliyində yama var. Hər maşın keçəndə 6 taqqadan dəyir. Yəni, müsibət bir şeydir. Yəni, bunu dəfələrlə müraciət eləmişik. Yəni, burayla niyə məşğul olmalar, mənə çatmır. Yəni, valla kənddə yaşamırıq, hansı zamanda yaşırıq biz. Nə deməkdir, dəfələrlə də olub şikayət eləmişik, çəkilişləri gəlib. Heç kim heç nə eləmək istəmir bura. Vallahi nə bilim, biabırçılıqdır. Acı, bax, metronun çıxışıdır, bax, görürsünüz. Maşın gəlir oradan. Özü iki tərəfidir. İki tərəfi də gediş-gəlişdir. Yəni, bu yol aslında bir tərəfi olmalıdır. Maşın hamı toplaşır burada. Böyük toplar əmələ gəlir. Metronun çıxışıdır. Sonrası burada. 051
583 24 08. Bu bizim qaynar xəttimizdir. 24 saat sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı çəkiliş edirsiniz və təkrar edirəm. 051 583 24 08 qaynar xəttimizə göndərirsiniz. Biz həmin videonu, həmin xəbəri trend edirik. Xocavənddə vəzifəli şəxsin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb. Hadisə dekabrın 20-si Beyləqan rayonu ərazisində baş vermişdi. Xocavənd rayon Statistika İdarəsinin rəisi Fərhad Tahirov istifadəsində olan Nissan Sani avtomobili hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarına aşıb və qəza nəticəsində Fərhad Tahirov hadisə yerində həyatını itirib. Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər Parkını ziyarət edib. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın təyyarədən yavaş-yavaş enməsi onun səhhəti ilə bağlı tərəfdarlar arasında şübhələr doğurub. Ağdərə rayonuna növbəti köç karvanı yola düşüb və bu mərhələdə Həsənriz kəndinə 10 ailə 54 nəfər köçürülür. Şabran rayonu ərazisində yerləşən Padar Rəhimli yolunda təhlükəli vəziyyət hökm sürür. Yolun bir hissəsini sel suları yuyaraq aparır. Lakin hazırda avtomobil yolu açıqdır və hərəkətdə olan bəzi nəqliyyat vasitələri selin apardığı yerdə qəfil bitən yoldan çayın yatağına düşə bilər. Sosial şəbəkədə yayılan görüntülərdən həmçinin məlum olur ki, selin apardığı yola girişi qadağan edən nişanlar da qoyulmayıb və avtomobillər uçurumadək maneəsiz gedə bilirlər. Bunlar xəstədirlər, nədirlər? Sürpriz. Metronun İçəri şəhər stansiyasının arxasında dönmə tunelinin, yəni dönmə kamerasının inşasına başlanılıb. Tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlar arası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır. Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. İçəri şəhər metrosunun yanındakı parkinq ləğv edilir. Burada İçəri şəhər metrosu üçün dönmə yolu düzəldilər, ona görə qatarlar gəlib dayanmayacaq. Dönüb əks istiqamətdə gedəcək. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bugün Suriyaya işgüzar səfər edib. Bu səfərdə Xarici İşlər Nazirini ölkənin Milli Müdafiə Naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın müşahidə edir.
Türkiyə Böyük Millət Məclisində Hakim Ədalət və İnkişaf Partiyası ilə Cumhuriyyət Xalq Partiyasının deputatları arasında dava düşüb. Hadisə 2026-cı il üçün dövlət büdcəsinin müzakirəsi zamanı baş verib. Müzakirələr bitdikdən sonra deputatlar arasında mübahisə yaranıb, tərəflər arasındakı gərginlik daha sonradan kütləvi davaya çevrilib. Davanı yalnız digər deputatların müdaxiləsindən sonra dayandırmaq mümkün olub. Şimdi birleşime 5 dakika ara veriyorum. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü maraqlı hadisə ilə də yadda qalıb. Tədbirdə Belarus prezidenti Aleksandr Lukashenko Rusiyalı həmkarı Vladimir Putinin çıxışı zamanı bığlarını darayarkən görüntülənib. Составил почти 90 миллиардов долларов. Расширяется сотрудничество государств СНГ. 051 583 24 08 bu bizim qaynar xəttimizdir. Günün istənilən vaxtı WhatsApp üzərindən videolar göndərə bilərsiniz. Hansı ki özünüz lentə almışsınız, çəkmişsiniz, sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video lentə alın və həmin xəbəri bizə göndərin. Biz onu trend edək. Yenidən görüşərik, vədimizə sadiq olaq.